Sumqayıt şəhərində yerli özünü idarəetmə sahəsində mühüm hadisə baş verib. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin metodiki tövsiyələri əsasında Sumqayıt Regional Ədliyyə İdarəsi və Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında geniş seminar təşkil edilib. Görüşdə bələdiyyə üzvləri və qulluqçular iştirak ediblər. Maarifləndirici tədbirdə əsas məqsəd bələdiyyələrin şəhərsalma və memarlıq sahəsində vəzifələrinin, bələdiyyə üzvləri və qulluqçuların hüquqi statusunun, daimi hüquqi maarifləndirmə mexanizmlərinin və eləcə də qiymətləndirmə fəaliyyətinin qanunvericiliyin tələbləri əsasında daha dərin izah edilməsi olub. Seminarda şəhərsalma prosesinin düzgün təşkili, sosial infrastrukturun planlaşdırılması, ictimai məkanların qorunması, yaşıllıq sahələrinin saxlanılması və tikinti işlərinin qanunvericiliyə uyğun aparılmasının vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, bələdiyyələrin fəaliyyəti birbaşa vətəndaşların gündəlik həyatına təsir göstərdiyindən bu sahədə şəffaflıq, hesabatlıq və hüquqi məsuliyyət əsas prioritetlər sırasındadır. Tədbirdə çıxış edən Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov şəhər üzrə həyata keçirilən layihələr və qarşıdakı dövr üçün planlaşdırılan işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, artıq 2026-cı ilin yanvar ayı arxada qalıb və 2025-ci ilin yekunları ilə bağlı geniş hesabat ictimaiyyətə təqdim edilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri və digər çıxışçılar tərəfindən bələdiyyənin fəaliyyətinə verilən müsbət rəylər növbəti mərhələ üçün etibarlı təməl kimi qiymətləndirilib. 2026-cı il təsdiq edilmiş fəaliyyət proqramında sosial müdafiənin gücləndirilməsi, sosial-iqtisadi inkişafın davamlılığı və ekoloji mühitin qorunması əsas istiqamətlər kimi müəyyənləşdirilib. Şəhərsalma və memarlıq ili çərçivəsində Yaşıldərə yaşayış massivində yolların asfaltlanması, müasir işıqlandırma sisteminin qurulması, infrastruktur və kommunikasiya işlərinin aparılması planlaşdırılır. Həmçinin Muğam mərkəzi və ətraf ərazidə abadlıq işlərinin görülməsi, bələdiyyə parkında geniş miqyaslı yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edilib ki, cari ilin 12 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keçirilən iclasda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib və şəhərsalma intizamı ilə bağlı məsələlər xüsusi vurğulanıb. İclasda mühəndis kommunikasiya xətləri, dəmir yolu zolaqları və digər təhlükəsiz ərazilərdə qanunsuz tikintilərə qarşı ciddi nəzarətin təmin olunması tapşırılıb. Bu istiqamətdə nəzarətin gücləndirilməsinin Sumqayıt şəhər rəhbərliyinin diqqət mərkəzində olduğu bildirilib. Sumqayıt Bələdiyyəsi də həyata keçirəcəyi bütün layihələrdə təhlükəsiz zolaqlarının, kommunikasiya xətlərinin və şəhərsalma normalarının qorunmasını əsas prinsip kimi qəbul etdiyini bəyan edib. Seminarda bələdiyyə fəaliyyətində hüquqi maarifləndirmənin əhəmiyyəti xüsusilə vurğulanıb. Qeyd edilib ki, vətəndaş müraciətlərinə yalnız qanuni, şəffaf və əsaslandırılmış qərar mexanizmi ilə yanaşılmalıdır. Qiymətləndirmə və torpaq sənədləşdirilməsi sahəsində yaranan çətinliklər də müzakirə olunub. Bildirilib ki, Sumqayıt şəhəri üzrə ehtiyat boş torpaq fondu mövcud deyil və sənədləşdirmə prosesinə cəlb olunan torpaq sahələri əsasən uzun illər vətəndaşların faktiki istifadəsində olan ərazilərdir. Bu reallıq nəzərə alınmadan tətbiq edilən mexaniki yanaşmalar praktiki icrada çətinliklər yaradır. Bu məqsədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti rəhbər şəxsləri ilə işgüzar görüş keçirildiyi bildirilib. Tədbir çərçivəsində Sumqayıt Regional Vəkillər Bürosunun sədri Anar Qasımlı ilə Sumqayıt Bələdiyyəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumun əsas məqsədi bələdiyyəyə müraciət edən aztəminatlı və həssas kateqoriyadan olan ailələrə pulsuz hüquqi yardımın göstərilməsidir. Bu əməkdaşlıq çərçivəsində vətəndaşların hüquqi məsləhətlərinin verilməsi, müraciətlərin düzgün istiqamətləndirilməsi və qanuni maraqlarının müdafiəsi üçün sistemli mexanizmin yaradılması nəzərdə tutulur. Qeyd edilib ki, təşəbbüs bələdiyyənin sosial məsuliyyət prinsipinə uyğun olaraq vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edəcək. Seminarda həmçinin Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini icra edən Hüseyn Məmmədov, idarənin rəis müavini Bayram Bayramzadə və aparıcı məsləhətçi Rüfanə Ömərova çıxış edərək sahə üzrə normativ sənədlər, ekoloji balansın qorunması və şəhərin estetikasının təmin olunması barədə məlumat veriblər. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb. Eləcə də bu cür maarifləndirici görüşlərin davamı keçiriləcəyi bildirilib. Sonda bələdiyyənin ictimai-siyasi həyatında fərqlənən əməkdaşlara hədiyyələr təqdim edilib. Nizami Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.